Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz insanın özünü tanımasının, onun əxlaqındakı rolu haqqında olacaq inşallah. Bildiyiniz kimi ötən verilişimizdə insanın özünü tanımasının mahiyyətini, həqiqətini dərk etməsinin zəruriliyi haqqında danışdıq və həqiqətən də insanın öz həqiqətini, mahiyyətini başa düşüb bilməsi onun həm dünyasına, həm də axirətinə müsbət təsirlər qoyur. İnsanın özünün həqiqətini dərk etməsinin digər faydası da budur ki, belə bir şəxs həmişə mənəvi dəyərlərə daha çox üstünlük verir. İlahi hədəflərə çatmaq üçün həmişə çalışır, can atır və günahlardan, qəbahətlərdən, bəyənilməz pis işlərdən uzaq durmağa çalışır. Çünki belə bir şəxs dərk eləyir ki, onun ruhu bədənində müvəqqəti olaraq əmanət qoyulubdur. Ona görə də həmişə bu həyatda, bu dünyada yaşadığı müddətdə maksimum həddə ən gözəl işləri görməyə çalışır, Allah Taala'nın razılığını ələ gətirməyə çalışır və ona əta edilən bu müvəqqəti dünyanı boş-boşuna, bihudə keçirərək hədərə vermir. Çünki onun hədəfi ilahi hədəfləri, ilahi məqsədlərə doğru çatmaq və irəliləməkdir. Və belə bir şəxs həmişə xeyirli və yaxşı işlər görməyə çalışır. Ümumiyyətlə, diqqət edin, insan həmişə yaxşını pisdən, xeyri şərdən ayırd etməyə çalışır. Və bu insanın belə bir təyini isə onun bu dünyadakı şəxsi düşüncələrinə əsaslanır. Bir dənə məsəl çəkək buna. Məsələn, əgər bir insan bu dünyaya maddi cəhətdən baxarsa, o zaman o insanın əxlaqi cəhətdən, əxlaqi baxımdan bütün diqqəti ancaq ləzzət və qüdrət səmtinə yönələcək. Belə bir insan əlinə düşən hər bir fürsətdə yalnız öz şəxsi mənafeyi üçün istifadə etməyə çalışacaq. Ancaq özünün nəfsini doyurmağa çalışacaq. Nə haqqullaha, nə haqqunnasa riayət eləməyəcək. Çünki bu insan başqalarını nəzərə almır. Gördüyü hər bir işdə ancaq özünü düşünür, ancaq mən. Başqa insanlar bu insana görə önəmli deyil, əhəmiyyətli deyil. Yəni, egoist olaraq bu insan hər bir şeydə yalnız özünü nəzərdə alır. Yox, əgər əksinə, bunun tam tərsini fikirləşək, bir insan bu həyata qəbahətlər və fəzilətlər nöqteyi nəzərindən baxarsa, o zaman bu şəxs istər fərdi, istərsə də ictimai həyatda olsun, həmişə gözəl əxlaqa, gözəl rəftara önəm verəcək və cəmiyyətdə gözəl əxlaqı nümayiş etdirəcək və haqqullaha, haqqunnasa riayət edəcək. Başqa insanları da önəmsəyərək onların fikirlərinə hörmətlə yanaşacaq. Diqqət edin əzizlər, özünü tanıyan insanla tanımayan insanın arasında yerlə göy qədər fərq var. Həqiqətən də biz görürük ki, bu iki insan arasında çox böyük fasilə, çox böyük bir fərq var. Ona görə də belə bir insanlarda biz istər fərdi, istərsə də ictimai həyatlarında diqqət edəndə görürük ki, biri cəmiyyətdə gözəl əxlaqı nümayiş elətdirir, digəri isə pis əxlaqı nümayiş elətdirir. İmam Həsən əleyhissalam buyurur ki, İnnə əhsənəl həsənil xuluqul həsən. Ən gözəl yaxşılıq gözəl əxlaqdır. Diqqət edin, İmam Həsən əleyhissalam buyurur ki, cəmiyyətdə insanlarla gözəl rəftar edin, onlarla xoş davranın. Allah and verirəm izzət-i cəlalına xatir bizlərə də cəmiyyətdə gözəl rəftar etməyi nəsib etsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.